Cəmiyyətimiz aqressivdir deyirik. Hər birimiz bunun şahidiyik. Çox kiçik bir məsələlərdə bir-birimizi bağışlaya bilmirik ya da bir-birimizin üstünə qışqırmadan keçə bilmirik. Bu aqressivliyə gətirib çıxardırmı? Biz bəzən çox yüngül yanaşırıq, amma bunun alt qatları var da haralara gətirib çıxardır. Onu bu gün çözmək istəyirəm mən sizlə bərabər. Mən bunu bir tək sosial media üzərindən deməyəcəm. Bəli. Ümumi həyatımızdan da deyəcəm ki, bu günlərin aqressiyanın yaranma səbəblərindən əsas kökü nədir? Bəli, müqayisə olunmaqdır. Burada bir tək yaşdaşların müqayisəsi getmir. Burada nəsillərin də müqayisəsi gedir, çox təəssüf ki. Məsələn, yaşlı nəsil orta nəsil gənc nəsillə heç cür razılaşa bilmir müəyyən bir mövzularda. Niyə razılaşa bilmir? Mənim yaşaya bilmədiyimi sən yaşayırsansa, bu məndə aqressiya yaradır. Buna deyirik passiv aqressiya. Necədir? Məsələn, mən hansısa sahədə uğur qazanmaq istədim, qarşımda maneələrim var idi, atam qoymadı, nə bilim, qardaşım qoymadı, yoldaşım qoymadı. Amma onun o problemləri olsa belə, o insan burada mübarizə aparmağı bacardı və mənim edə bilmədiyimi etdi və mən bunu görürəm. Bunun səbəbini özümdə axtarmaq yerinə mən başlayıram qarşı tərəfi küçümsəyərək öz gücümü ona göstərməyə çalışıram ki, mən bacarırdım. Ya da dəyərsizləşdirmə, qarşı tərəfi dəyərsizləşdirməyə başlayacaq. O zaten qarşısındakini kiçiltdikcə onu dəyərsizləşdirdiyini düşünür. Əlbəttə ki, bu da bir konfliktə gətirir, çıxardır. O insan daxilən bir növ belə deyək də, o istədiyi motivasiyanı almır qarşı tərəf. Gəlir, məsləhət alır. Düşünür ki, ondan böyük, yaşca böyükdür, ondan nə bilim, yəni zaman fərqləri var, təcrübəsi çoxdur. O öz güvənini hardasa zədələtdirir ona, amma qarşı tərəf hansı ki onu əzməyə çalışdı, o aqressiyasından vaz keçmir. O özünü digərinə müqayisə edib, ona aqressiyasını göstərəndə yüksəlmir. Əgər qarşıdakı tərəf, məsələn, bugünkü gənclər, bəzən bunu sevirəm. Nəyi? Deyir ki, məsələn, Vüsal xanım, sizin yanınıza müraciət eləmişəm. Bunu nə anamla müzakirə eləmirəm, nə atamla, nə qohumlarımla. Niyə? Çünki mən bilirəm ki, onlar mənə doğru məsləhəti verməyəcəklər. Niyə? Çünki onlar artıq bilmədən, şuuraltı olaraq özlərinin verəcəyi qərarlarla və öz zamanları ilə başlayır sənə o məsləhət verməyə. Bugünkü zaman isə o deyil axı. Bu dövrdə həm inkişaf fərqlidir, eyni zamanda da kimsə kənardan vəziyyətə neytral baxıb dəyərləndirməlidir. Amma bizim o daxili aqressiyamız qoymur ki, biz neytral yanaşa bilək. Xüsusən yanımızda, ətrafımızda tanıdığımız insanlara qarşı aqressiya daha yüksək olur.